biz yığışmışıq Rüxsara bacının gözəl evladı Faik Rızayevin anım gününə. Faik qardaşımız 94-cü ildə şəhid olub. Bu gün onun şəhid olan günüdür. Biz də Rüxsaranın dərdinə şərik olmuşuz burada. Rüxsara bacı Allah cəm şəhidləri rəhmət eləsin Faik qardaşımızın timsalında. Allah qaziləri, veteranları qorusun. Allah hamıya can sağ olasın. Sağ olun, var olasınız. Sağ olun, mən gəlmişəm Faik'in ziyarətinə, evine. Bir de getdi gəlini ziyarət edir, 94-cü dərəcədə getirib, şəhid olub. Mən həmişə demişəm ki, şəhid anaları, bacılarımız qəhrəmandır. Bir qəhrəman oğul böyüdüblər. Onun ki, həmişə şəhidlərimizi ziyarət edir. Şəhidlər həmişə bizim qəlbimizdə, ürəyimizdədir. Şəhidlər ölmür, yaşayır həmişə. Biz gedəcəyik ölüb, amma şəhidlər həmişə azları qalacaq. Onun ki, biz ibadətdə, meclislərdə həmişə şəhidlərimizi yad edirik. Nəyə ki, şəhidlər heç o bir gündadır. Mən özüm də şəhidləri yad edində hədiyyə namazları ondan hədiyyə edirəm ki, şəhidlərimiz olmaz. Amma onlar eləyəndə adamın ürəyi rahatlaşır. Biz şəhidlər sevinirlər ki, onlara göndərir salavat, fatihə adamdır. Ona görə Allah şəhidlərimizin ruhunu şad edəcək. Şəhid anaların qəhrəmandır, qəhrəman oğul böyüdür. Onlar olmasaydı, başlayır. Amma mən baş erim şəhid anaların bazarında ki, onlar var. Böyüdük belə qəhrəman oğullar bizə. Adam da o şəhidlər xiyabanına gedəndə adam elə bir ruhu rahatlaşır. Çünki onlar da sevinirlər ki, qazilər, veteranlar, şəhid analar gəlir ziyarət edir qəbirləri. Çox yaxşı. Ona Allah şəhid anaların canını sağ eləsin. Qazəmdə Allah şəfa versin, veteranlarımıza Allah canı sağlasın. Çox sağ olun. Faik Rızayev qardaşımızın ölüm günüydü. Getdik şəhidlər xiyabanında ziyarət edildik. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, yerləri cənnət olsun. Allah şəhid analarına səbir versin, Allah onlara kömək olsun. Bugün getdik, qardaşımızı ziyarət elədik, gəldik.